Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibine tahirinel masuminel mükerremin siyumel huccah bakiyetillah fil aradin ruhi ve ervahul alemin li turabi maqdamihil fida ve la'netullah ala a'daihim ecma'in minel ana ila qiyam yevmiddin a'udhu billahi mineşşeytanirracim Rabbi şrahli sadri ve yessirli emri vahlul uqdeten min lisani yefqahu qavli. Qeyd etdiyimiz kimi keçən il danışdığımız mövzunu bu Ramazan ayında da inşallah davam etdirmək fikrindəyik. Kim keçən il Ramazan ay məclislərində, məsciddə iştirak edibsə xatırlayır. Keçən ilki mövzumuz insanın özü ilə, nəfsi ilə mübarizəsi idi. Orada bir çox məsələlər qeyd eləmişdi. Mənim tövsiyəm budur, burada iştirak edən qardaşlara ki, kimdə əgər imkanı varsa o keçən ilin söhbətlərin diskini əldə eləsin, onu dinləsin ki, bu onun davamıdır. Mən təzədən o söhbətlərə bir də qayıtmayayım. Kim üçünsə maraqlıdırsa onları dinləsin. Keçən il ətraflı danışmışdıq bu mövzu haqqında. Demişdik, ümumiyyətlə həyat çətinlikdən ibarətdir. Fərqi yoxdur, insan mömindir, qeyri-mömindir, dindardır, dinsizdir, fərq eləmir. Həyat hamı üçün çətindir, həyatın fəlsəfəsi çətinliklərlə mübarizədir. İnsanın əqidəsindən asılı olmayaraq, insan çətinliklərlə mübarizə halındadır. Digər tərəfdən dedi ki, çətinliklər neçə cürdür, o çətinliklərdən biri də insanın özü ilə mübarizəsidir. Meyllərin əksinə getmək müəyyən qədər çətindir insan üçün. Və qeyd elədi ki, dünyanın ən ləzzətpərəst insanı da öz nəfsi ilə mübarizədədir mütləq. Çünki ən azı bir ləzzətə çatmaq üçün digər bir sıra ləzzətlərə yox deməlidir. Yəni, dünyada elə bir insan yoxdur ki, özü ilə mübarizə aparmasın. Nəfslə mübarizə dindarlara aid məsələ deyil. İstənilən insan yaşayırsa, mütləq hardasa özünə yox deyir. Nədəsə özü ilə mübarizə aparır. Sadəcə dinin dediyi nəfslə mübarizə bu mübarizəyə istiqamət verir, hədəf verir, bu mübarizəni gözəlləşdirir, şirinləşdirir, onu acılıqdan şirinliyə çevirir, ali hədəfə bağlayır və s. Bunların hamısını keçən il ətraflı şəkildə danışmışıq və ora qayıtmaq istəmirəm ki, sizin vaxtınızı çox almayayım. Bu il mövzunun praktiki hissəsinə işarə eləmək istəyirəm ki, insan özü ilə mübarizəyə nədən başlasın? Nəfslə mübarizədə ilk addım. Çünki bu barədə danışmamışdıq. Biz nəzəriyyəsini danışmışdıq. Yəni, nəfslə mübarizədə hansı addım atılmalıdır ilk olaraq? Praktiki hissəsi nədən ibarətdir? Nədən başlamalıyıq? Bu çətin məsələdir. Nəfslə mübarizəyə nədən başlamalıyıq? Axı, insan müxtəlif yönləri olan bir varlıqdır. İnsanın ilk addımı düşüncə ilə bağlı olmalıdır, qəlblə bağlı olmalıdır, əməllə bağlı olmalıdır, hansı ilə bağlı olmalıdır? İlk addım nədən ibarət olmalıdır? Məsələn, bəzən soruşurlar ki, əvvəl adam gözünə gərək nəzarət eləsin, qulağına nəzarət eləsin, dilinə nəzarət eləsin. Cavab budur ki, bunu konkret demək olmur, hansına birinci nəzarət elə. Şəraitdən asılıdır, imtihanın növündən asılıdır. Bəzən elə şəraitdəyik ki, gözümüzə daha çox nəzarət eləməliyik. Bəzən elə şəraitdəyik, qulağımıza daha çox nəzarət eləməliyik. Bəzən elə şəraitdəyik, dilimizə nəzarət eləməliyik. Burada çox da rahat deyil deyək ki, hansını əvvəl eləyək. İmtihanın növündən, şəraitin fərqliliyindən asılıdır, şəraitin özündən asılıdır ki, insan nə ilə daha çox mübarizə aparsın? Şəraitdən asılıdır. Bəzən deyirlər, əsas namazdır, birinci addım namazdır. Allahla əlaqə nöqteyi nəzərindən götürsək, bəli, ilk addım namazdır.
Amma insanlarla münasibətdə necə deyirlər, cəmaata zülm etməmək. Məsələn, birinci addımı demək ümumiyyətlə çətindir ki, nədən başlayaq? Özümüzlə mübarizəyə nədən başlayaq? Bir halda ki, keçən il bunu sübut elədik ki, insanın həyatda başqa çıxış yolu yoxdur ki, özü ilə mübarizə aparsın. Bundan başqa çıxış yolu yoxdur. Özü ilə mübarizə aparmaqdan başqa çıxış yolu yoxdur. İnsan daim özü ilə mübarizədə olmalıdır. Mütləq. Bu həyatın qaydasıdır. Və dinin də bəlkə deyək, insandan istədiyi ən əsas məsələ insanın özü ilə mübarizəsidir. Din bunu istəyir insandan. Müəyyən bir proqram əsasında təqdim edir, hansı şeylərlə necə mübarizə aparmaq lazımdır. Və bunu bizdən istəyir. Yəni, belə demək mümkünsə və belə demək mümkündür ki, insan dünyadaykən əsas işi özü ilə mübarizədir. Ölənə qədər bizim həyatımız mübarizə meydanıdır. Bizim işimizin adı nədir? İşimizin adı budur deyə bilərik. Yəni, işimizin adı budur. Ki, özümüzlə mübarizədə olaq. Özümüzlə mübarizədə olaq. Və burada sual dərhal yaranır ki, bu mübarizəni nədən başlayayım? Özümlə mübarizəyə nədən başlayayım? Çox da asan məsələ deyil. Məsələn, əvvəllər çox deyirdilər ki, əvvəl bir elmdir, sonra məhəbbət. Deyirlər, bir şey gərək biləsən ki, onu sevəsən. Amma indi əksin deyirlər, məsələn, deyirlər, əvvəl məhəbbətdir, sonra elm. Əvvəl gərək elm almaq istəyəsən, elm öyrənmək istəyəsən ki, sonra elm öyrənəsən. Deməli, istək öyrənməkdən əvvəl gəldi. Bir stimul olmalıdır. Elm sevərlik, həqiqət sevərlik, həqiqəti öyrənmək istəyi, sonra həqiqəti öyrənmək, elm öyrənmək, məsələn. Yəni, burada ardıcıllığı bəyan eləmək o qədər də asan məsələ deyil. Bəzən deyirlər ki, birinci addım günahı tərk eləməkdir. Bəzən deyirlər, birinci addım dünyanın məhəbbətini ürəkdən çıxartmaqdır və s. və s. Mənim sözüm amma bir qədər fərqlidir. Mənim deyəndə ki, bir sıra din alimlərinin görüşü budur ki, nəfslə mübarizə məsələsində insan ilk addım olaraq baxışını düzəltməlidir. Baxışını. Hər məsələdə olduğu kimi. Baxışını düzəltməlidir, yəni nə? Yəni, nəfsə münasibətini müəyyən eləməlidir. Nəfs kimdir? Söhbət o mübarizə olunmalı nəfsdən gedir. Axı, nəfs deyəndə çox dərəcələri var. Söhbət nəfsi əmmarədən gedir. Yəni, hansı nəfs ki, biz ondan mübarizə aparmalıyıq. O nəfs kimdir? Bunu birinci bilmək lazımdır. Birinci bilmək lazımdır ki, o düşməndir. Buna iman gətirmək lazımdır. Bizim çoxumuz inanmırıq ki, bizim nəfsimiz bizim ən qatı düşmənimizdir. Buna inanmırıq biz. Nəfsin pisliyini başa düşmək lazımdır. Nəfsin həqiqətən də düşmən olduğuna iman gətirməliyik. Anlamalıyıq bunu. Bəzi insanlar var, nəfsin istəyinə tabi olur. Nəfs ağadır, bu quldur. Bəziləri var, bütün istəklərinə tabi olmur. Amma nəfslə düşmən də deyil, onun nəfslə dostdur. Dinin bizdən tələb elədiyi budur ki, nəinki sən ona tabi olmayasan, nəinki sən onun sözünə baxmayasan, ondan düşmən olasan, ondan vuruş meydanında olasan, onu vurasan ki, o səni vurmasın. Bu dərəcədə münasibət olmalıdır insanın nəfsinə. İnsanın nəfsinə münasibəti belə olmalıdır. Bu şəkildə olmalıdır. İnsan inanmalıdır ki, mənim içimdə bir nəfsani, bir növ istəklər var ki, onlar çox çirkin istəklərdir. Onlar çox yaraşmayan, iyrənc, murdar istəklərdir. İnsanın öz nəfsi əmmarəsi haqqında belə bir təsəvvür olmalıdır ki, mənim içimdə bir çirkin nəfs var. O məndən düşməndir. Ondan gərək düşmən olun. Onun çirkinliyinə iman gətirməlidir. Onun düşmənçiliyinə iman gətirməlidir. Nəfsi düşmən bilməlidir ki, insan onunla mübarizəyə başlasın. Bunların hamısına inanmalıdır. Birinci növbədə baxışımızı düzəltməliyik. Biz biri ilə mübarizəyə başlayırıqsa, əvvəl gərək inanaq ki, bu düşməndir, mübarizə aparaq da.
Düşmənliyinə inanmasan, qətiyyətlə mübarizə apara bilməzsən. Qəlbən inanmağımız lazımdır. Bilməyimiz yox. Bir var bizə deyirlər, nəfs düşməndir. Biz də bildik. Məsələn, bu klassik misaldır. Deyirlər ki, bir insan bilir ki, ölü adama ziyan vurmaz. Ölü ya daş, heç bir fərqi yoxdur. Taxta, cansız əşyalar ölü, ölmüş insan. Hamımız bilirik ki, agahıq ki, ondan bizə ziyan toxunmaz. Amma birdən desələr ki, gecə səhərə qədər bir otaqda bir meyitlə qalmalısan. Görsən ki, bilirsən ki, ondan sənə ziyan gəlməz, amma tam qəlbin inanmayıb elə bildiyinə, qorxursan. Nəfsə düşmən olmaq məsələsi belə deyil ki, bildiyi ki, hə, o bizim düşmənimizdir. Gərək bütün vücudundan inanasan, necəsə yoluna qoyasan bu məsələni özün üçün ki, bu nəfs düşməndir. Nəfs düşməndir. Ağır, qatı düşməndir. Buna görə inanasan. Bir hədis oxuyayım sizə əvvəl. Bu hədisi oxuyayım ki, biləsiz nə qədər mühüm mövzudur bizim mövzumuz. Ki biz bir ay buna sərf edirik, bəlkə vaxtımız hədər gedir, boş gedir. İstəyirsinizsə biləsiz ki, nə qədər mövzu mühümdür. Mən bir hədis oxuyayım, o ilə başlayayım. Ki mövzunun əhəmiyyəti sizə aydın olsun. İmam Sadiq əleyhissalamdan soruşdular ki, Loğman necə oldu ki, hikmət sahibi oldu? Səbəb nədir? Loğman niyə Loğman oldu? Loğman çox böyük adamdır. Loğman elə bir insandır ki, Allah Quranda, son kitabda onun adını əbədiləşdirib, bir dənə surə adı qoyub Loğman surəsi. Yəni, insan doğrudan da, bir var deyəsən Peyğəmbər, imam, biz deyirik ki, onlar da Peyğəmbərlər, imamlar idi. Bir də var insan Peyğəmbər, imam deyil, təsəvvür eləyin, bax bizim kimi insandır. Gəlir bir yerə çatıb həyatda, adam təəccüb eləyir. Balaca məsələdir. Allah Quranda surənin adını qoyub Loğman surəsi. Özünüzü təsəvvür eləyin Loğmanın yerinə. Belə bir insan idi də bizim kimi. Gəlib bir yerə çatıb Allah ona hikmət verib, Quranda onun sözlərini, nəsihətlərini özünün ayəsi eləyib. Yəni Allah Quran ayəsi qərar verib. Əlavə eləməyib. Deyir, ya bu nə? Oğluna belə dedi. Da şərhə ehtiyac yoxdur, Allah deyə ki, əlavəni də mən eləyirəm. Elə onun sözünü öz sözü kimi gətirib. Gedib gör, hara çatıb insan? Doğrudan insan təəccüblüdür. Yəni, gedib hara çata bilər ki, Allah onu tərifləyir, onun sözünü ayə qərar verir. Deyir, elə onun sözü ya mənim sözüm fərq eləmir. İndi birinə maraqlı gəldi ki, yaxşı, bu Loğman oldu necə? Nə vasitə ilə? Hansı yolla? İmam Sadiq əleyhissalam sayır onun bir-iki rəftarını. Əsas nöqtə budur. Buyurur ki, ya'tabiru və yətəalləmu mə yəğlibu bih nəfs haqqında. Ya'tabiru və yətəalləmu mə yəğlibu bihi nəfsə və yücəhidu bihi həva. Deyir ki, Loğman niyə getdi Loğman oldu? Oturdu, ibrət aldı. Öyrəndi ki, nəfslə necə mübarizə aparmaq lazımdır. Onun yollarını öyrəndi. Necə eləyim nəfsimə qələbə çalım? Bu, Loğmanın həyatının birinci məsələsinə çevrildi. Önəm verdi bu məsələyə. Oturdu, yollar axtardı ki, yollar öyrəndi və ibrətlər aldı ki, mən özümlə necə mübarizə aparım ki, özümə qələbə çalım? Maraqlı məsələdir. Loğman niyə hikmət sahibi oldu? İmam Sadiq əleyhissalam buyurur ki, çox sadədir məsələ. Loğman oturdu bizdən, səndən, məndən fərqli olaraq ki, bizim işimiz, başımız problemlərimizə qarışıb. Bizim başımız mənasız işlərə qarışıb. Həyatımızın amalına çevrilib mənasız işlər. Loğman da sizin mənim kimi insan idi. Bizdən bir fərqi var idi ki, oturdu, vaxt qoydu. Dedi ki, mənim həyatımın mühüm məsələsi evimin neçə otaq olmasıdır. Həyatımın mühüm məsələsi paltarımın hansı markadan olması deyil.
Bunlar hamısı yenə də deyirəm, var, ev də lazımdır, paltar da lazımdır, hamısı lazımdır, amma əsas məsələsi bu deyil. Mənim ömrümün əsas məsələsi budur ki, mən nəfslə mübarizə aparıb ona qələbə çalmalıyam. Deyir, ona görə oturdu bu barədə düşündü, proqramcızdı, elm öyrəndi, ibrət aldı ki, bu nəfsi mən necə məğlub eləyim? Bundan başladı. Oturub bunun haqqında düşündü. Və kənə yudavi qəlbəhu bil fikr. Deyir, öz qəlbinə təfəkkürlə şəfa verdi, dəva elədi, dərman elədi, düşündü. Adam başını aşağı salıb yaşamaz. Adam biraz oturar, düşünər. Əbu Zər deyir, niyə görə Əbu Zər oldu? Əbu Zərin işlərinin ən çoxu Allahın işləri haqqında düşünməkdir. Düşüncə çox mühüm məsələdir. Və yudavi nəfsəhu bil ibrə. Bil ibər. Buyurur ki, öz nəfsini ibrətlə dərman elədi. Müminin hər baxışında ibrət var buyurulub. İbrət nədir? Bilirsiniz, ibrət nədir? İbrət təcrübədən istifadədir. İbrət buna deyirlər. İbrət. Baxırsan, görürsən ki, filan kəs filan şeylədi, filan nəticə gəldi, çatdı. Təcrübədən istifadəyə ibrət deyirlər. Mən ümid edirəm ki, bu gün elə bir günə gəlib çatmışıq ki, dini təcrübə eləməyə başlayıb insanlar. Elə bir dövrdə. İmam Sadiq əleyhissalam xəbər verib ki, bir zaman gələcək ki, dinin hökmləri təcrübədə özünü doğruldacaq. O çox gözəl bir dövrdür. Yəni, insanlar elmlə gəlib çatacaqlar ki, hicab lazımdır. Təcrübə edəcəklər. Hicabın lazımlığını başa düşəcəklər. Təcrübə ilə din hökmlərinin doğruluğunu anlayacaqlar. Həzrət Loğman oturdu, düşündü, ibrət aldı, təcrübədən istifadə elədi. Dalıca buyurur, وَكَانَ لَا يَزْعَنُ إِلَّا فِي مَا يَنْفَعُهُ. Buyurur ki, sadə idi yolu. Baxdı, gördü ki, ona xeyirli olmayan şey nədir, ondan çəkindi. Yəni, ona xeyirli olmayan şeyə tərəf getmədi. Faydalı şeyə tərəf getdi. Söhbət eşqdən, məhəbbətdən, irfandan getmir hələ. Oturur, fikirləşir, görür, mənə xeyirli hansıdır o işi görür. Kim nəsə xeyri yoxdursa ondan uzaqlaşır. Düşüncə ilə, təfəkkürlə. Fəbizalikə, İmam Sadiq əleyhissalam sözüdür, axırıncı cümləsi. Fəbizalikə utiyəl hikmə və munihəl ismə. Dəhşət sözdür bu. Buyurur ki, bu vasitə ilə, bax bunlara görə, Allah Loğmana hikmət verdi və onu məsum elədi, ismət verdi, məsum. Məsum nədir? Yəni, günah eləmir. Biz tez-tez deyirik, nə olsun, məsum deyil ki, İnsan, bir alim deyirdi, caizül xətadır, vacibül xəta deyil. İnsan xəta etmə ehtimalı var, o demək deyil, insan mütləq günah edəcək. İqtisabi ismət var. İqtisabi ismət nədir? Yəni, qazanılmış ismət, qazanılmış məsumluq. Burada oturan insanların hamısına müjdə verirəm. Məsuliyyətlə, Ramazan ayında minbərdən deyirəm, hər biriniz məsum ola bilərsiniz. Bir yerə gedib çata bilərsiniz ki, günahdan azad olasınız. Bu müjdəni mən sizə verirəm. Loğman da sizin mənim kimi bir adam idi. Bu işləri gördü, getdi bir yerə çatdı ki, Allah özü buyurur axı, hədis-i qudsidə var bir çox yerdə ki, insan bir yerə çatar ki, onu günahdan özüm qoruyaram, qoymaram günah eləsin. Bu da bir məqamdır şübhəsiz, bir günün içində hasil olmur. Amma biz elə bilirik ki, biz elə ömür boyu yaşayacaq, 50-60 il günahla mübarizə üçün yaranmışıq. Biz yəni 60 il, hər il Ramazan ayı gəlir, mən keçən ildə demişdim bunu, yenə də təkrar edirəm, çünki yenə də aktualdır. Hər il Ramazan ayı gəlir, biz eyni günahlara tövbə edirik. Ben budur məqsəd. Gələn il gəlir, yenə eyni günahlara tövbə edirik. Heç olmasa bu günahların növləri dəyişsində bir sıraları ilə qutaraq, deyək də sənlə qutardıq. Növbətlərlə mübarizə aparaq. İnsan yaranmayıb ki, ömrünün sonunacan günahla mübarizə aparsın və ya günah eləsin, tövbə eləsin. İnsan bir yerə gedib çata bilir ki, günahla sağollaşır. Bax, Loğman belə adam idi. Loğmanı Allah günah eləməyə qoymadı, yəni məsum idi Loğman. Amma
İqtisabi ismət idi. Yəni çalışdı, zəhmət çəkdi, o isməti əldə elədi. Belə insanlar da var. Ayətullah Qulpayqani, Ayətullahül Üzma Qulpayqani rəhmətullahi əleyh, biz ona təqlid eləmişik. Burada oturanlardan bəzisi yadımdadır ki, Ayətullah Qulpayqaniyə bir zaman təqlid eləyirdilər. Arif və alim bir şəxsiyyət idi, müctəhid idi. Çox da uzun ömür yaşadı və dünyasını dəyişdi. O bir başqa alimə meyit namazı qılmışdı. Meyit namazında da belə söz var ki, ilahi, onun pisliklərini, günahlarını bağışla. Yəni, o əməllər ki, sən bilirsən bundan baş verib, pis əməllər, onu bağışla deyir. O alimə namaz qılanda o sözü demədi. Meyit namazından o sözü çıxartdı, demədi. Soruşanda dedi ki, mən bilirəm Allah bundan pis iş görməyib. Necə deyim ki, bundan gördüyün pis işləri bağışla, günahları bağışla. Mən bilirəm, şəhadət verirəm, şahidəm, bilirəm ki, o günah bir iş görməyib ki, meyit namazında bu sözü deyim onun üçün ki, onun günahlarını bağışla, nalayiq pis əməllərini bağışla. Yəni, insan belə bir dərəcəyə gəlir, çatır. Belə bir dərəcəyə gəlir, çatır. O dərəcəyə çatanlardan biri də Loğman həkimdir, Loğmandır. İmam Sadiq əleyhissalamdan soruşurlar ki, necə oldu? Deyir, bir yolla, fəqət bir yolla ki, oturdu, özü ilə məşğul oldu, oturdu yollar axtardı ki, mən bu lənətə gəlmiş nəfsi necə əzim? Oturdu, bununla məşğul oldu. Oturdu, fikir qoydu, vaxt qoydu ki, bu nəfslə mən necə mübarizə aparım, hansı yollarla? Ramazan ayda heç olmasa bir ay bu işlə məşğul olaq, görək ola biləcək. Yenə də qayğılar, problemlər gələcək, yadımızdan çıxardacaq məqsədi. Orucluq bunun üçün. Heç olmasa ömürdə bir ay Ramazan ayında oturaq fikirləşək bizdə Loğman kimi ki, bu nəfs ki, mənim içimdə var, nə qədər mən buna əsir olacam? Ayıb deyil, mən bunu məğlub eləyə bilməyim. Adam otura özü xəcalət çəkə, otura özü ilə hesab çəkə və yollar axtara, ibrətlər ala, düşünə. Bunun üzərində düşünək ki, Allah qapı açsın da biz düşünmürük axı bu işlə bağlı. Düşünmürük. Biz oruc da tuturuq, namaz da qılırıq, fikrimiz başqa yerdədir bizim. Bizim hələm-hələm fikrimizi bura çəkib gətirmək olmur. Fikrimiz o budaqdan bu budağa, o budaqdan bu budağa. Nə qədər çalışır Allah ki, təmərküzləşin, məqsəd üstündə dayanın. Fikrinizi bu məqsədə cəm eləyin. Başqa şeylər haşiyədir. Yenə də deyirəm, biz haşiyəni məqsədə çevirmişik, məqsəd yadımızdan çıxıb, məqsəd olub haşiyə. Amma Loğman bu işlə məşğul oldu, nəticədə gördü. Deməli, ilk addım nədir? Bunları yadda saxlayın, mərhələ-mərhələ ayın sonunda bir mənzərə yaranacaq inşallah, qismət olsa, sağ qalsaq, Allah nəsib eləsə bu məclisləri. Ayın axırında siz qeydlər də eləyə bilərsiniz özünüz üçün. Demirəm, söhbətdə qeyd eləyəsiniz. Lap sonradan da ayrılandan sonra yaza bilərsiniz. Məsələn, birinci addım olaraq nəyi dedi? Birinci addım nəfsi düşmən bilmək. Nəfsin pisliyinə inanmaq. Ondan düşmən olmaq, bu birinci addımdır. Dəlil gətirim ki, ən pis düşmənimiz nəfsdir. Dəlil gətirim sizin üçün. Mən bunu yazmamışdım, indi yadıma düşdü ki, hədisdən əvvəl qoyun Quran ayəsi deyim. Qoyun Quran ayəsi deyim ki, biləsiniz ki, ən qorxulu düşmənimiz nəfsdir. Neçə şeydən danışır Quran? Biri şeytandır da, düşmən kimi. Quran bizə tanıtdırır. Ələm əhəd iləykum ya bəni Adəm əllə tə'buduş şeytan. Yasin surəsində. İnnəhu ləkum aduvvun mubin. Ey Adəm övladı, sizlə əhd bağlamadığımı ki, şeytana ibadət eləməyəsiniz. İnnəhu ləkum aduvvun mubin. O sizin açıq-aşkar düşməninizdir. Bu düşməndir. Güclü düşməndir, yoxsa zəif düşmən? Quran deyir ki, şeytan zəif düşməndir. Şeytan düşməndir. Amma necədir? Güclüdür ya zəif? Quran buyurur ki, İnnə keydə şeytan kana zəifa. Şeytan zəif düşməndir. Onu məğlub eləmək asandır. Amma nəfs necə? Gör, nəfs necə düşməndir? Yusuf əleyhissalamın dilindən deyir. İnnən nəfsə lə əmmarətun bis-su. Həqiqətən nəfs pisliyə əmr edir. İlla ma rəhimə Rabbi. Ancaq o haldan başqa ki, Allah rəhm eləyə. Görün, nə qorxulu düşməndir. Şeytan üçün deyir, zəifdir. Amma deyir, nəfslə bacarmaq üçün Allah gərək kömək eləyə. Yəni, tək başına bacarmazsan. Görün, nə qədər ağırdır məsələ.
Elə belə gəlməsin sizə. Onu düşmən tutun, onu düşmən bilin. İlk növbədə inanın ki, o düşməndir. Onunla dostluq eləmək qadağandır. İnanın ki, o çox yırtıcı bir, hər birimizin içində bir yırtıcı, vəhşi bir düşmən oturub ki, fürsət gözləyir bizi məğlub eləsin. Bu Quran ayəsi, bu da hədis Peyğəmbərdən. Buyurur ki, ə'də aduvvik nəfsu kəlləti beynə cəmbəyk. Buyurur, sizin ən qatı düşməniniz, Peyğəmbər buyurur. Ə'də aduvvik. Yəni, düşmənlərin düşməni nəfsu kəlləti beynə cəmbəyk. İki böyrüvün arasında olan nəfs. Yəni, içində olan nəfs. İçində olan nəfs. Düşməni kənarda axtarma, onunla bununla düşmənçilik eləmə, özüvə yönəl, bütün şeylərin günahlarını özündə bil, özünü ittiham elə, nəfsüvü ittiham elə, nəfsünlə mübarizə apar. Həyat bir döyüş meydanıdır. Hətta nəfsə etinasız olmaq belə olmaz. Etinasızlıq da yox, sən vur, yoxsa o vuracaq. Bax, belə bir prinsiplə yaşa. Ya mən vuracam, ya o vuracaq məni. Amansız olasan gərək ona qarşı. Bax, indi təkvirçilər var, təkvirçilər. Nə qədər pis düşməndir. Təsəvvür edin, onlarla döyüş meydanındasınız, vuruşursunuz. Hər ağacın kolun dibində gizləniblər. Necə diqqətlə vuruşarsınız? Bilirsən ki, əlinə düşdün, rəhm eləməyəcək. Başını kəsəcək. Başını kəsəcək. Necə diqqətli halda olarsan? Bax, nəfs ondan da pisdir. Ondan da pisdir. Bax, bu halda ol, bu halda ol. Necə onunla döyüşdə hansı haldasan, diqqət içindəsən və fürsət axtarsan, sən vurasan, sən vurmadın, o vuracaq. Bax, nəfsi belə təqdim edir Peyğəmbər. Belə diqqətli ol ki, bir an gecikdin, gördün səni vəsvəsə eləyir, diqqətli ol. Onu o anda vurmadın, o vuracaq. O vuracaq. O qədər vuracaq ki, zəlil eləyəcək. Axırda səni zillətlə cəhənnəm aparacaq. Bundan ağır nə düşmən? İşit düşmənçiliklər ən böyük budur ki, başını kəsər, öldürər səni. Şəhid olub cənnətə gedərsən, məsələn. Amma nəfs düşmənçiliklərində o vuranda zərbəni cəhənnəmə aparır adamı. Görün, indi bunun fəsadı çoxdur ya onun. Bunun məğlubiyyəti bu səni öldürəndə pis öldürür. Yəni, sənin ruhunu öldürür, sənin insanlığı əlindən alır. Səni əbədi əzaba getməyə və zillətə düşməyə və səbəb olur. Nəfslə düşmən olun, nəfsi düşmən hesab edin. Nəfsdən acığız gəlsin, öz nəfsünüzə qəzəbli olun. Əgər belə olarsa, heç möminlərlə düşmənçilik eləməyə vaxt qalmayacaq. Görmürsünüz, bir-birinlə necə möminlər düşmənçilik eləyir. Heç başqasına imkan vermir. Özləri maşallah bir-birindən yaxşı dalaşırlar, vuruşurlar, hər nə söz desən danışırlar bir-biri üçün. Heç imkan vermirlər başqası girsin. O birlər də baxır, deyir maşallah. Davam edin, qırın bir-birinizi. Bilirsiniz niyə görə? Çünki öz düşmənini tanımayıb. Başı öz düşməni ilə döyüşə qarışsa, vaxt tapmaz getsin başqa qardaşı ilə dava eləsin. Onunla bununla vuruşsun. Özü ilə vuruşan insan heç zaman özü kimi iman əhli olan insanla vuruşmaz, onunla mübarizə aparmaz. Bu hədisi çox demişəm. Deyirəm, sözümü bitirirəm, çox vaxt uzalmayacağım. Buyurur ki, Əli əleyhissalam Həmmam xutbəsində, həmişə yadımdadır bu söz mənim. Bəzi sözlər var ki, birdən adam beyninə yazılır. Bax, bu o sözlərdəndir ki, həyatda mən bu xutbəni oxuyanda bir dənə yadımda qalan birinci söz bu oldu. Möminlər, təqvalılar haqqında danışır. Buyurur ki, axirət üçün nəfsini yorar, axirət üçün nəfsini yorar, nəfsi sarıdan insanlara arxain eləyər. Çox gözəl sözdür. Axirət üçün nəfsini yorar, özü ilə o qədər vuruşar ki, cəmaatı öz nəfsinin şərrindən arxain eləyər. Cəmaat bundan arxaindir. Çünki bu nəfsini vurur, vurmaqla məşğuldur. Cəmaata bundan ziyan toxunmaz. Əli əleyhissalam vəsiyyət eləyir, ölüm yatağındadır. İmam Həsənlə İmam Hüseyin, bu ayın şəhidi Həzrət Əli əleyhissalam vəsiyyətləridir, son sözləri. Buyurur, Allah, Allah, fil cihadil ənfus fəhiyyə ə'dəl aduvvi ləkum. Bu da Əli əleyhissalamın sözü. Allah, Allah bir söz nədir? Yəni, ehtiyatlı olun, sizə tövsiyə edirəm, sizə vəsiyyət edirəm, nəfsünüzlə mübarizə aparın. Fəhiyyə
a'dal aduvv lakum. Bilin ki o ən qorxulu düşməndir. O peyğəmbərin sözü, bu da əleyhissalamın axırıncı sözü, axırıncı vəsiyyəti. Həzrəti Peyğəmbər sallavatullahın sözü və Həzrəti əleyhissalamın vəsiyyəti. Və axırıncı sözdə buyurur ki, təsdiqun nəfs və rukun iləl həva. İlk günahın başlanğıcı nədir? Günahın başlanğıcı nədir? Nəfsi təsdiq eləmək və onu öz həvayı ilə, istəyi ilə, öz həvayı nəfsi ilə, istəyi ilə başına buraxmaq. Yəni, elə ki, nəfsi təsdiq elədin, dostluğa başladın və istəklərinin qabağını açdın, bədbəxtçiliyin başlanğıcı budur. Tədrici ölüm olur. Qaz necə adamı məst edir? Dəm qazından adamlar ölür. İnsan hiss eləmir. Bir ona bir şey vururlar, qaçır. Burada hiss eləmir. Yavaş-yavaş məst olur və bu tədricən ölür. Bax, nəfsin istəklərinin qabağını açmaq belədir. Əvvəl keyf eləməyə başlayırsan, keyf eləyirsən. Elə bilirsən ki, nə gözəldir. Yavaş-yavaş, amma tədricən həmin o qaz, dəm qazı kimi məst edir və öldürür insanı. Və axırıncı sözü də Meyrac hədisindən deyim ki, biləsiniz nəfs nə qədər çirkindir və sözümü tamamlayayım. Peyğəmbərə Allah buyurur Meyrac hədisində. Xeyli sözlər deyir, mən qısasını deyirəm. Nəfs haqqında danışanda buyurur ki, mə'va kulli şər və hiyə rəfiqu kulli su. Buyurur ki, bütün pisliklərin yeri nəfsdir, bütün şərlərin, çirkinliklər, bax, ən çirkin şeyi təsəvvür eləyin, iyrənirsiniz ondan. Ən çirkin şeyi nəzərinizə gətirin, buyurur ki, o çirkinliklərin hamısının yeri sənin nəfsündür, öz içində də odur ki, nəfsündən iyrən, ikrah elə və bütün pisliklərin dostudur. Allah Peyğəmbərinə buyurur, sən nəfsüvü itaətə vadar eləyirsən, itaətə, o səni günaha çəkir. Tox olanda görün nə çirkin, elə bir adam belə bir dənə tanışı ola, bax bu xüsusiyyətlərə malik. Görün nə xoşa gəlməz bir tanışdır bu. Bu özünsən, bu öz içində olan bir hissədir. Amma təsəvvür eləyin, deyir, sən onu itaətə vadar edirsən, o səni günaha çəkir. Tox olanda tüğyan eləyir, yiyir içir, başlayır tüğyan eləməyə. Az olanda şikayət eləyir, bax bu sənin nəfsündür, bunun xislətidir. Biraz ki, belə deyək, imkanı, şəraiti başlayır başqalarına yuxarıdan aşağı baxmağa, özündən razıdır, tüğyan eləməyə, Allahlıq eləməyə. Elə ki, biraz az oldu, başlayır şikayət eləməyə. Görün, deyingən nəfsdir, deyingən varlıqdır. Deyinir, niyə belə oldu? Nə oldu, namaz da qıldıq belə oldu? Nə oldu, falan oldu? Nə vaxta qədər cəmaat keyf eləyəcək, biz belə olacaq? Bax, budur sənin nəfsün xisləti. Nəfsün xüsusiyyəti budur. Fəqir olanda qəzəblənir, zəngin olanda təkəbbür göstərir. Bu da axırıncı sifət. Elə ki, fəqir oldu, əsəbləşir. Elə ki, zəngin oldu, başlayır özünü çəkməyə, təkəbbürlü eləməyə, geyimi ilə fəxr eləyir, mən hər şeylə, şan şöhrət vasitəsilə çevrilir hər bir şey onun üçün. Belə bir varlıqdır. Odur ki, onunla düşmən olun. Mən xatırlayıram, Ramazan aylarının birində bunu demişdim, Ayətullah Məliki Təbrizinin bir kitabı var, Əl-Muraqibat. O kitabı mən oxuyanda, onun bir hissəsində onun münacatı var. Allahla mənə çox təsir eləmişdi o münacat özümə. Məliki Təbrizi Təbriz alimidir. Yaxın dövrlərdə yaşayıb çox da mənəvi bir insan olub. O münacatında belə bir söz deyir ki, mən onu oxuyanda halım dəyişmişdi, birinci dəfə yadımdadır. Deyir ki, öz nəfsimin əlindən Allaha deyir, ilahi o qədər qəzəbliyəm. O qədər ona nifrət eləyirəm ki, əgər əzaba dözə bilsəydim qiyamətdə, cəhənnəmin oduna, səndən istəyərdim ki, yandır bunu, mən baxım ləzzət alım. Sadəcə bir dənə məsələ bundadır ki, əzaba dözməyə gücüm yoxdur. Yoxsa razıydım ki, o əzaba dözməyə razıydım, o qədər özümün əlimdən qəzəbliyəm, öz nəfsimin əlindən qəzəbliyəm ki, gözümlə istəyərdim ki, onu yandırsınlar, ondan həzz alım, çünki o mənə çox pislik eləyib. Adam özü öz nəfsindən belə qəzəbli olsa, başqaları ilə qəzəbli danışmağa vaxtı olmaz. Başqalarına qəzəblənməyə vaxtı olmaz. Qəzəblənər ancaq kimə? Haqqın düşmənlərinə. O
insanlara qarşı ki, o varlıqlara qarşı ki, bəşəriyyətin, haqqın, həqiqətin düşmənidir. Yoxsa ki, o mənə belə baxdı, bu mənə belə dedi, o niyə elə elədi, bu niyə belə elədi. Bizim düşmənçiliklərimiz budur. Orada görürsən mənlə belə görüşdü. Burada bu insan nə qədər kiçik olur ki, bu şeyləri özü üçün düşmənçiliyə çevirir. Ne üçün? Çünki həqiqi düşmənini tanımayıb. Mən çox vaxt uzaldım, üzr istəyirəm. Sabah inşallah bəhsə davam edərik. Nəfslə mübarizədə birinci addım nəfsin çirkinliyinə və onun amansız düşmən olmağına inanmaq. Buna inanaq ki, gərək ondan biz də düşmənçiliyi eləyə bilək. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm. Əl-əəzzil əcəllil əkrəm və bil-Hüseyni ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi, bağışlamamış bizi qəbr evinə aparma. Şəri olan hacətlərimizi rəva elə. İlahi, bu orucluğu bizə axır orucluq qərar vermə. Bu orucluğun hər gününün, hər saatının feyzindən, Qədr gecəsinin feyzindən bizi binəsib eləmə. İlahi, bizi bu ayın bağışlananlarından qərar ver. O möminlər ki, yaxından, uzaqdan bu çətin isti günlərdə zəhmət çəkib gəlib bu məclislərdə iştirak edirlər, məclisləri abad edirlər, dünyaların, axirətlərin abad elə. İlahi, bu məclislərdə danışdığımız sözləri özümüzün, eşidənlərin qəlbində təsir elə. İlahi, bizi eşitdiyimizə, danışdığımıza, bildiyimizə əməl eləyənlərdən qərar ver. İlahi, bizi şeytan, nəfs-i əmmarə şərrindən hifz elə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Dünyanın hər yerində Azərbaycanımızın bayrağını uca elə. Bu xalqın, bu millətin düşmənlərini hidayət olmazlarsa zəlil elə. Bu xalqa, bu millətə xidmət göstərənlərin dünyasını, axirətin abad elə. İşğal altında olan Qarabağımızı düşmən tapdağından azad elə. Bu torpaqların azadlığı üçün canından keçən şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Bu torpaqların keşiyində dayanan əskərlərimizi yerin göyün bəlasından hifz elə. Azərbaycan ordusunun izzətin, qüdrətin günbəgün daha artıq elə. Kimlər ki bizdən dua istəyiblər, iltiması dua deyiblər, hamısının hacətlərini rəva elə. Övlad həsrətində olanlara salih, sağlam övlad nəsib elə. Öz evvün ziyarətin, Peyğəmbər, Əhl-i Beyt ziyarətin bütün arzusunda olanlara bu cəmə bizə qismət elə. Ailəmizdən, övladlarımızdan, nəslimizdən Əli düşməni, Əhl-i Beyt düşməni qərar vermə. Ömrümüzün axırınacan bizə halal bir minnət ruzu mərhəmət elə. Ömrümüzün axırınacan İslama xidmət eləmək neymətini əlimizdən alma. İmam Zaman ağanın mübarək olan qəlbin bizdən razı və xoşnud elə. Ağamızın zuhurunu tez elə. Haqqı Muhammedin və alih və bəhəqqi surət.